1986-cı ilin sakit bir gecəsi, aprelin 26-sı, saat 01:23. Planetin ən dəhşətli texnogen fəlakətlərindən biri baş verdi. Sovet İttifaqının Ukrayna ərazisində yerləşən Çernobil Atom Elektrik Stansiyasının 4-cü enerji blokunda partlayış baş verdi. Bu, sadəcə bir texniki qəza deyildi. İnsan səhlənkarlığının, gizlədilən həqiqətlərin və göz ardı edilən təhlükənin nəticəsi idi. Bir var düşməni görəsən məsələn də ki, bilirsən ki, bu istiqamətdən düşmən gəlir. Biz elə ki, görünməz bir düşmənlə mübarizə aparırdıq. Məsələn, gedirsən bir yerdə durursan, dincəlmək üçün bir də görürsən ki, orada da qaldı. Məsələn, radiasiya o qədər yığılır ki, oraya. Məsələn, adamlar var ki, dincəlmək üçün gedib ağacın kölgəsində, sən də ağacda radiasiya olunur. Məsələn, orada da qaldı. Partlayış nəticəsində atmosferə 100 minlərlə ton radioaktiv maddə yayıldı. Çernobil ətrafında yerləşən Pripyat şəhəri və digər yaşayış məntəqələri ciddi şəkildə çirkləndi. Həyatımızın cavan vaxtında heç onun anlayışını da bilmirdik ki, bu nə qəzadır, bəlkə bizim səhhətimizdə hansı fəsadlar ola bilər. Yəni bunları biz nəzərə heç almırdıq da. Gələndən sonra fəsadlar artıq üzə çıxmağa başladı oradan qayıdandan sonra. Minlərlə insan həyatını itirdi. Daha minlərləsi isə ömürlük xəstəliklərlə yaşamağa məhkum oldu. Sovet İttifaqının müxtəlif respublikalarından olan insanlar, o cümlədən Azərbaycanlılar Çernobilin fəlakət zonasına göndərilmişdi. Yanğın söndürənlər, həkimlər, sadə sakinlər qəhrəmancasına ölümün içinə girdilər. Bəşəriyyəti daha böyük fəlakətdən xilas etdilər. Bu günlərin bunun bariz nümunəsi bizim Çernobil qəzasının ləğvində iştirak etmiş vətəndaşların yaşadığı həyatdır. Çernobilçılar bilirsiniz ki, özlərinin o çəkdiyi ağır o əzab əziyyətləri onların evlatları da öz çiyinlərində çəkməyə məhkum olmuşlar. Bu günlərin xeyli sayda bizim Çernobilçıların evlatları var ki, onlar ciddi bir problemlər yaşayırlar. Müxtəlif xəstəliklərdən əlillik dərəcələri və eyni zamanda xeyli Çernobilçıların evlatları artıq dünyasını dəyişmişdir. Allah onlara rəhmət eləsin. Yəni bu faciənin bugünkü gündə odu sönüb, amma görürsünüz, hələ də 39 il ərəfəsində bunun tüstüsü davam edir. Yəni bu illərlə davam edəcək. Çernobil faciəsi bütün dünyada nüvə enerjisinin təhlükələri haqqında ciddi suallar yaratdı. Bu hadisə texnologiyanın inkişafı ilə yanaşı, onunla düzgün davranmağın da vacibliyini bir daha göz önünə gətirdi. Çernobil tarixdə unudulmaz iz, insanlıq üçün də böyük dərs oldu.